Testlərimiz davam edir. Bu dəfə daxili qoşunların köməkliyi ilə növbəti testi keçirməyə qərarına gəldik. Bu dəfə testimiz nədən ibarətdir? Cəbhə xəttində adətən səngərlərdə dəfələrlə görmüşəm o çəkişlərə gedəndə. Səngərlərin brusferində üstündə daha çox təkərlərin düzüldüyünü görmüşəm. Bu və ya digər tərəfdən və ona görə də mənə hər də çox maraqlı gəldi. Görəsən bu təkərlər o düzüləndən sonra onlar əks tərəfdən atılan güllənin qarşısını kəsə bilir ya yox. Təbii ki, o təkərlərin içi torpaqla, daşla doldurulur və əsgərlər bir qayda olaraq 2 qat beləliklə təkərləri qumla doldurandan sonra onun arxasında gizlənməyə üstünlük verir. Və ona görə də biz bu dəfə məhz belə qərara gəldik ki, testi təkərlərlə keçiririk. Təkərləri götürdük, onların içini qumla, daşla doldurmuşuq və atəş təbii ki, irəlidən atılmalıdır. Güllələr hamısı bu istiqamətə yönəlir və mənə çox maraqlıdır. Bu dəfə bizim atəş açacağımız silahlar 2 qat təkəri, içərisi torpaqla doldurulmuş 2 qat təkəri güllələr deşə bilər ya yox. Bu dəfə də standart silahlardan istifadə edəcəyik. Söhbət 7.62 avtomatdan, SVD snayper tüfəngindən, PK təbii ki və bir balaca yeniliyə də istədik əl ataq. Bu dəfə biz klassik snayper tüfəngindən də istifadə etməyə qərarına gəlmişik. Söhbət Boradan gedir. Bora təbii ki, yalnız bizdə var. Amma bu ilə belə yenə də qərar aldıq ki, Boranı da yoxlayaq görək. Bora belə bir maneəni deşib keçə bilər ya yox. Məsafə bu dəfə çox sərt bir test keçirdirik. Məsafəni mümkün qədər az eləmişik. 100 metrədən söhbət gedir və 100 metrə təbii ki, çox balaca məsafədir. Amma yenə də hər halda 100 metrədən yoxlayaq görək. Deşə bilər ya yox. Silahlardan hər halda həmin o müdafiə sistemini deyək də yoxlamağa başlayırıq və ilk olaraq klassika 7.62 AK avtomatını yoxlayaq görək bu avtomat həmin o hədəfi deşib keçə bilər ya yox. Mənim özümə də çox maraqlıdır çünki ilk keçirdiyimiz testlərdən fərqli olaraq bu test mənə bir balaca belə mürəkkəb gəlir. Başlayaq. Məsafə mümkün qədər çalışdıq az götürük çünki niyə? Ən sərt formada istəyirik onu həyata keçirdik. Gedək baxaq. İlk olaraq 7.62 AKM klassika. Onu yoxlayaq görək nə oldu. Açdıq və burada atəş yerləri var, dəqiq görsənir, hamısı dəyib bunlar və əks tərəfdən deşib deşməməyini axtarmaq lazım. Bir qayda olaraq güllə həmişə dəyəndə çox xırda deşəcək öz kalibri boyda, amma rezin sıxılı bağlanıb, amma əks tərəfdən çıxanda dağıdır çıxır və ondan ibarət ki, burada heç bir dağıntı yoxdur. Güllə 7.62 avtomatın gülləsi əks tərəfdən çıxıb içində qalıb. Axtarsaq bəlkə də orada 2 dənə ya 3 dənə güllə tapa bilərik. Deməli belə, birinci test 7.62 avtomatın gülləsi belə bir maneəni dağıda bilmir, deşə bilmir. Bu birincisi. İkinci silah. Bu dəfə avtomatla vəziyyətinin nə yerdə olduğunu gördük. İndi PK ilə vəziyyəti yoxlayaq. PK həmin o test olunacaq obyekti nə dərəcədə vurub dağıda bilər, o maraqlıdır. Çox güclü silahdır, etiraf eləmək lazımdır və PK ilə qısa qatarlarla atəş peydi maraqlıdır. PK belə bir maniyəni ən birinci baxırıq dəyməyinə, o dəyib, o güllələrin hamısı dəyib buradadır. Çox yaxın məsafədə bir-birini oturub, pulyot atışıb. Bu belə deməli dəyməyinə dəyib, o ki qaldı əks tərəfdən güllənin çıxıb çıxmaması axtarmaq lazımdır. PK-nın da güllələri çox güclü olduğuna olaraq dəyərdə əks tərəfi dağıdır. Amma yox, elə ki heç nə görmür. Maraqlıdır, amma bu dəfə PK-nın da güllələri bu beləşi maneəni keçə bilmədi. Yəni bu hər nəticə çox effektiv bir müdafiə vasitəsidir. Növbəti silahlarımız qalır SVD və Bora. Onların
atəş idi. Hər halda SVD PK ilə güc baxımından bərabərdir. O mənə etiraf edir ki, boranın necə təsir göstərəcək çox maraqlı olardı. SVD. SVD ilə indi yoxlayaq. Eyni məsafə, eyni hədəf və həmişə mənə ən çətin gələn SVD-nin mağazinin tapılması. Ömür boyu mənim üçün çətin olub, amma o dəfə alındı. Durub da SVD ilə yoxlayıq. SVD. SVD-nin atış nəticələrinin maraqlıdır. Yenə də birinci olaraq baxaq harda nə dəyir. Birinci bax, atış var bu bir. Bu da xırda bir dənə var, nöqtə var. Bax, bu nöqtə var. İki dənə dəyir. Və əks tərəfdə axtaraq. Yox. SVD-nin də güllələri beşərdir. Bu belə, bu SVD indi ən maraqlısı nədir? Boradan atmaq istəyirik və Bora sniper silahının xüsusiyyətləri tamam başqa. Etiraf edeyim ki, ilk dəfə bunun atışını görəcəm və mənə çox maraqlı ki, Boranın nəticələri nə göstərə bilər. Yenə təşkil edir ki, Bora yalnız bizdə olan silahlardır. Bizim daxil roşunlar, bizim daxil nəzəyə axtı istifadə edir silahlardır. Əks tərəfdə o silahlar yoxdur. Yalnız bizdə var o silah. Və mənə hər bir halda maraqlıdır. Görəsə, bunun yerləri. Hop, misal üçün, bunu göstərilirsə, avtomat 7.62 gülləsi. Böyle bir güllər 7.62. Bakanın və ya SVD-nin gülləsi bir bağlıqda böyümüş bunu. Belə, hər halda indi Boranın da atışına baxa görə Bora özü bu hədəflərdən neyə bilər? Çox maraqlıdır. Bora ilə indi yoxlayaq görək. İndiyə qədər o tip silahlarını atlamaq konflikti ilə SVD-nin çox atış açmışdım. İlk dəfədir ki, Boradan atış açıram və Bora mənim üçün çox maraqlı silahlardan biridir. Standart, NATO standartlarının uyğun patronlarında 7.62 kalibr düzüldür, amma tamam başqa bir effekti var bu silahın. İstər doldurulmaz, istər nə bilim, hər bir məqamı bu silahda çox maraqlıdır. Və o vaxtı ikən dayan doldurum deyirlər, indi bolt action deyirlər də bir balaca mədəni adı var. O belə bir silahdır. Həm hədəfi vurmağa, həm də mənim özüm çox maraqlıdır ki, bu silah atəş açanda nə kimi effekti var. Bütün bunların hamısında atəşdən sonra mən çalışacağım, sizə danışım ki, ilk dəfə olaraq atəş açdım və mənə hansı təəssüratları bağışladı. Dədə baba qaydası ilə olan bir silahdır, gördüyünüz kimi. Vəssalam, bağlandı, tutduq. İndi bu silah barədə mən bir balaca danışım. Səs qulağıma təsir elədi. Bu dəqiqə mən sizinlə danışam, amma qulaqlarım cingildiyir. Bununla bahəm silahın təpməsi SVD-nin təpməsindən daha azdır. Bu silahdan nişan almaq mənə daha rahat oldu, nəinki SVD-dən. Digər tərəfdən bu silahı tutmağı, ergonomikası mənim üçün çox rahat təəssürat bağışladı və etiraf edeyim ki, məndə hər halda belə təəssürat yaranır ki, bu silahla hədəfi vurmaq daha rahatdır, nəinki SVD ilə. Yenə deyirəm, düzü səsi tutdu və o səsin də səbəbi nədir? Ağzındakı o kondensator ki, yoxdur, həmin o kondensator silahın təpməsini azalmaqla bahəm eyni zamanda səsi də bir balaca geri göndərir və görürsə bucaq altındadır o qaz çıxan yerləri və ona görə də o səs mənim qulağıma təsir edir. Amma qulaqlar qorunsa problem yoxdur, çox rahatlıqla atış açmaq olar. Silahın mağazinini çıxartmaq üçün burada adi düymədir, batırıq. Mağazin belə çıxır, gördüyünüz kimi mağazini çıxartdıq. Düzdür, buna yoxlamaq lazımdır, amma hər halda. Gördünüz, bax, onun kilidi vəssalam. Etiraf edeyim ki, Bora silahı ilk atəş açmağıma, ilk dəfədir ki, bu silahdan atəş açmağıma baxmayaraq mənə çox rahat və döyüş üçün yararlı olan çox gözəl bir silah effekti bağışladı. Mən təsəvvür edirəm ki, bizim snayperlər bu silahdan atəş açanda nə dərəcədə belə
ləzzət alırlar sözün yaxşı mənasında. Həm də eyni zamanda hədəfi nişan almaq üçün optikası çox güclüdür. 3-12 arası dəyişir. Bu isə o deməkdir ki, istənilən məsafə, uzaqlıqdakı olan məsafədə, uzaqlıqda olan hədəfi hətta çətin görürsənsə belə o 12 dərəcə, 12 dəfə daha doğrusu yaxınlaşdırıb çox rahat onun hətta hədəfin özünün düyməsini belə nişan almaq mümkün. Xoşuma gəldi bu silah, düzün deyim. Və indiyə qədər yalnız SVD-dən atış açmışdım. SVD düşdü avtomatik olaraq 3-cü yer. Çünki 2-ci yerdə mənim üçün OSV 96-dır. Bura OSV 96-dan daha rahat silahdır. Bu dəqiqdir. Bora. Səsindən də, adından da hiss olunur ki, Bora. Bu nə tip silahdır. Və şimdi bax, hələ üzdən baxanda mən başa düşürəm ki, vəziyyət nə yerdədir. Və burada qum, torpaq idi, bu hamısı dağıdıb. Deməli, bu çox gözəl görsənir burada. Dəqiq silah başqa şeydir. İki dənə çox yaxın bir-birinə bu ateş yerləri. Güllə dəyir və dərhal sıvılır. Etraf eləmək lazım ki, hər mən iki ateş deyil, buradan baxırıq və içəriden baxanda görsənir. Rezini içəriden dağıdıb və burada olan bütün daş kəsənin hamısını parça-parça eləyib. Buradan keçirik, gəlirik bura. Buranın axtarır, istiqamət. Yox, deşmir onun tərəfində almadan. Belə, bu arada imtihandan çıxır və ən əsası nədir? Ən əsası bir daha olmuşluq elədir ki, bizim səngərdə olan əskərlərimiz belə müdafiə sistemindən istifadə edir və bu öz effektivliyini göstərir. Bu deməkdir ki, bizim əskərlər həqiqətən yaxşı birləşməli qorunmaq lazımdır. 4 tip silahı yoxladıq və 4 tip silahın hamısı onu göstərdi ki, belə müdafiəni o tip silahlar deşə bilir. Bu bizim üçün yaxşıdır. Çünki biz adətən səngərlərdə, cəbhə xəttində belə müdafiə sistemlərindən istifadə edirik. Daxili qoşunlar bizə bu günlərin kömək elədi. Biz beləcə bir testi həyat keçirdik. Ona görə olaraq xüsusi minnətdarlıqlar.